Övladınızı başqa uşaqlarla tez-tez müqayisə etdikdə yarana biləcək əsas psixoloji problemlərdən danışacağam. Birincisi özgüvənin azalmasıdır. Uşaq zamanla belə bir daxili inanc formalaşdırır ki, mən kifayət deyiləm. Bu hiss böyüdükcə də qalır. Digəri dəyərsizlik və utanc hissidir. Niyə mən elə deyiləm sualı uşağın özünə qarşı utanc və özünü bəyənməməyə çevrilir. Daimi başqaları ilə özünü ölçmə, yəni müqayisə zehniyyəti uşaq öz dəyərini daxili hissləri ilə deyil, başqalarından geri qalma qorxusu ilə ölçür. Həmçinin belə uşaqlarda gələcəkdə anksiyeta pozuntusu yaranır, səhv etmək qorxusu artır, yenə məyus edəcəyəm ailəmi, yenə məni kimləsə müqayisə edəcəklər düşüncəsi daimi olur. Perfeksionizm, yəni mükəmməlliyətçilik və ya tam əksinə təslimçilik formalaşır. Bəziləri mükəmməl olmalıyam deyə özünü həlak edir, bəziləri isə onsuz da bacarmıram deyib cəhd etməyi buraxır. Həmçinin valideynlə emosional məsafə yaranır. Uşaq valideyni təhlükəsiz liman yox, qiymətləndirən hakim kimi görməyə başlayır. Qardaş, bacı və ya yaşıdlarla rəqabət və qısqanclıq yaranır. Sağlam münasibət yerinə gizli aqressiya və düşmənçilik yarana bilər. Həmçinin depressiv düşüncələr, xüsusilə də yeniyetməlik dövründə heç vaxt yetərli olmayacaq inancı depressiyaya zəmin yarada bilər. Uşağı müqayisə ilə motivasiya etmək istəyirsinizsə, ona səni başqaları ilə yox, əvvəlki halınla müqayisə edirəm deyə bilərsiniz.